iyun Cəlilabad rayonunda Uşaq Gənclər İnkişaf Mərkəzində Beynəlxalq Uşaqlar Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə ilk öncə Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Sərxoş müəllim bayram münasibəti ilə uşaqları təbrik etmişdir. Hörmətli müəllimlər, əziz bizim şagirdlər, bugün bütün respublikamızda 1 iyun Uşaqlar Bayramı günü münasibəti keçirilir. Bu münasibətlə hamınızı təbrik edirəm. Bilirsiniz ki, rayonumuzda da böyük tədbir oldu. Tədbirdə də iştirak eləmişsiniz. Bu bizim Uşaq Gənclər İnkişaf Mərkəzinin özünün təşkil etdiyi tədbirdir. Baxıram ki, burada bütün bizim 6 dərnəyimizdən burada fəaliyyət göstərir. Fəal uşaqlarımız burada iştirak edir. Müəllimləri ilə iştirak edirlər. Hamıza uğurlar arzu edirəm. Uşaqlara təhsilində uğurlar arzulamışdır. Məktəbin müəllimlərini fəxri fərman ilə tərtib etmişdir. Sonra uşaqlar göz oxşayan əl işlərini nümayiş edərək tədbiri daha da gözəlləşdirdilər və sonda şeirlər və rəngarəng musiqilər ilə tədbiri davam etdirilmişdir.